Assalamu alaikum dostlar, necəsiniz, keyfiniz, əhvalınız, hamınız yaxşılarsınız. Deməli dostlar, bizim sizinlə deməli göyərçin video çəkilir, amma gördüyü kimi tək quş var. Bu quşu mənə qonşumuz bizə pay verib. Deyir ki, sağaltmaq istəyirsiniz, sağda birisi sağaldın, həyatdan tapmışam gördüyü kimi. Yani quşu deyəcəm paraliz vurub, amma çox da vurmayıb. Paraliz yəni vurub paraliz, sonra sağalma dövründədir. Onun üçün dostlar müalicə edəcək onu. Gördüyünüz kimi gözündə biraz çorluq var. O çorluq nəsə gözün qıyır. Bax bu gözün, bax bu qıyır. Onun üçün göz damcısını almışam. Gördüyünüz kimi göz damcısı. Sonrası ampul almışam 2 dənə. B1 vitamin dərmanını almışam. Gözləyin dostlar. Sizə. Deməli, bunu ampulanı sərin yerə tutmaq lazımdır. Onu da buzxanaya qoyuram. Buzxanaya yəni ki, xaldini aşağı qismində. Gördüyünüz kimi dostlar, o belə bir şeydir. Görürüz. O belə. 2 dənədir bundan. Bunun birini qırıb iqlayı çəkib, iqla hələ gətirməmişəm. İqlayı çəkib inşallah bunun ağzına hər gün bir damcı və bir damcı da hər iki gözünə göz damcısı tökəcəm. Allahın köməliyi ilə. Bir də ki, əgər qanı gedir, dünən yox, istəyirəm bunu vermişlər. Mən qanı pis gedirdi. Tetrasklerin verim, səhərsi günüm mükəmməl oldu. Neysə, sağalandan sonra 2 də almışam. Birini də verəcəm sağlam quşlarıma. Vitaminli şeylərə sularını tökəcəm. Gördüyünüz kimi. Yəni sağaldırmaq istəyirəm yəni bu quşu. İnşallah sağaldırıq. İndi isə keçək saat neçədir? Əməliyyat bölümünə. Əməliyyat deyirəm də. Başqa yəni heç nə. Göz damcısını tökəcəm, bir dəcə vitamin tökəcəm. Bir günlük çəkirəm, qalanlarını özüm yeyəcəm. Çəkirəm sizə beləncə olsa, əgər sağalda bilsəm, sizə beləncə alırsınız. Harca bu, bir də göz damcısı mənə harca bir manat 40 qəpiyə şey oldu. 40 qəpiyə, 1 manat 40 qəpiyə tutdu yəni. İnşallah sağaldır bilsik, sağaldarıq. Gördüyünüz kimi. Sonra saat neçədir? Saat 14:35-də. Yarım saatdan sonra başlayaq. Söndürüm videonu, satacını açaram. Siz bu videonu birləşmiş halında görəsiniz, amma saat 3-də başlamaq istəyirəm. Yəni əməliyyatım. Allah'ın cümle. Əməliyyat deyəndə ki, əməliyyat dönür, yəni nəticədə müalicəyə başlayırıq. Dönür yerində quş. İnşallah sağalda bilərik. Dünən buna vitaminli şey vermiş, dərman. Maşallah, quyruğuna çəkiblər, niyə çəkiblər? Amma paraliz olanlarda quyruq çəkilir, onu bilirdim. Quyruq çəkilir, həm də başın yolurlar, amma mən yazım gəldi, yəni eləyəmərəm mən onu. Yəni başqa da nə elə bilərəm, bilmirəm. Bunu əslən Geminidir ki, mənə Gemini, yəni süni intellekti, nəsə də danışamıram. Yəni ay deyir ki mənə şeylə B1 dərmanını al, B1 bir də ki göz damcısı al, sağalacaq. Görəydi inşallah Allahın köməyi ilə, bir də ki əldən yedizdir. Çünki özü yeyənmir dostlar. İnşallah görək. Bunun da kutusu dostlar. Dostlar, öz kutuma, yəni öz quşxanaya qoymuram, karantinaya qoyuram. Bunu qoyuram, qoyduğum üst bölməyə, yəni ambara qoyuram ki, qalsın orada. İstir, amma eybi yox. Quşxanaya qoyanmaram qəti şəkildə. Bax, təzələrdə belə bir şeydir. Qanı gelmir, o vaxt qanı gedir, indi qanı gelmir. Hər saat görsərik, sonraki saat 3-də görsərik. Sağ olun. Dostlar, birinci başlayaq. Çayla gözünü siləyib, baxın bu çayla gözünü silək indi. Göz damcısını tökmədən əvvəl birində çayla gözünü silirik ki, gözün üstündə nə mikrob falan varsa, onları götürə bilək. Birinci tutan gözündən başlayaq, bir qoyaq gözünə. Yəni YouTube-a yenə deyirəm, yəni quşa bir ziyan vermirəm, əslində onu sağaltmaq üçün edirəm. Sağaldıq onun. Əlində daşıqlar gətirim, əlində kömür oldu. Yəni neysə. Belə. Deməli, absu gözündən sağlam gözünə də batıraq. Hissi.
Nasıl quşdan yemirik, su içir qəşəng. Məncə yaxşı indi. Sən, ağzına baxaq. Yaxşı düşmür, gözün. Yaxşı düşmür də ayarlayın kamerayı yəni. Telefona düşməsin. Yaxşı. Quşun gözünü təmizləyirik dostlar, görürsünüz kimi. Quşun gözünü təmizləyirik. İndi isə göz damcısını gətirək. Gözlüyün. Quş qalsın burada. Hə dostlar, göz damcısını gətirdim. Deyərsiniz ki, bu dərman hardan almaq olar? Aptekdən adı yadından çıxdı yəni bunun. Zibilin adı yadından çıxdı. Belə bir şeydir, yəni quruluşu var belə şeydir. Bu da bunun ağzını tasırlar. Aha, şimdi gözü böyle. Bunun deşiği bağlıdır axı. Qadaq madaq var görürsən, bu deşiğin bağlıdır. De qadaq tapım. Hələ olsa açdım, hələ qadaq lazım deyilmiş. Hələ qapağın üstündə şey var idi, onunla. Açdım, açıldı bu, açılmadı. Açıldı yəqin, şey açıldı. Birazcık ölçəm. Açıldı məncə. Hə, açıldı. Şöyle deşiğin açıldı. Görənmirsiniz ama yapıyor. Deməli, indi əsas məsələ başlayır. Kör gözanı mı? Bilmem, kördür nədir? İnşallah xərc çəkməyə dəyər. 1 manat 40 qəpik xərc edib özümün sağ olsun bunu. Şöyle gözüm tutdu. Allah, cümlənim, bismillah. Döktük. Biraz kalsın. Alt gözünü çevireyim. Bir dəfə də quşum üçün, xəstə quşum üçün çiçək xəstəsiydi. Quş. Aslında dərman almışım baytarda, amma xeyir olmamışdı. Görək Cemini müəllim var. Yaxşı tükənmədim. Yox, bu gözü şeydir, sağlam olsun. Amma opsiyona mükəmməl isko çıxdı. Yəni, mükəmməl isko. Quşu bıraxaq, biraz rahatlaşsın quş. Görsəlim quşu, biraz rahatlaşsın. Oy maşallah. İndirən dərim oldu, təsirini görsəsdi. Eləməmiş, nə şey, dostlar? İndi eləyir. Dərman nə qədər var? Dərman maşallah çox var. Dostlar, bir iki dəqiq keçsin. Ondan sonra gətirim B1 vitamini tökək ağzına. Hə dostlar, deməli, bir video dayandırdım, üzr sayılmaz. Siz elə bir bitirməyəcəksiniz bu videonu, hardan? Deməli, ampulu açdım. İndi isə, ya Allah, ağzına bir damcı tökməli, qatırsıq, heyvan ölə bilər. 2 damcı rəyəsi, heyvan ölə bilər. Ups, çox verdim elə bil. Şimdi sola. Deməli olsa Ceminin dediyinə görə hazır 5 dəqiqə gözləyirsiniz. Yəni gözləyirik. Allahın köməliyi ilə sonra su içdirir, çünki susuna ölür. Özüm eləmişəm elə ki, sonra su qoyacaq ki, qabağını içsin. Bağırsağı işə düşsün, elə bir vitamin olsun demişdir. Bu da qaldı, bunu indi qoyuruq soyuducuya. Qoyaq hələ bu tərəfə. Çox vurduq ha. Nəsə var? Bu çok sürpriz şeydi ya, bu sürpriz şey ben damızlamışım. Bu program getdi ağzına. Ay Allah. Ne sola? Qorxuram. Nəsə olmaz yəni ki. Cin qaçırlar maşallah. Duran qaça bilmirdi heç. Duran yox İslam verir ya da duran yox İslam yox, obsi İslam verə bilər. Sonra bir dənə ampul var olsa, əgər sağalsa quş, daha da sonra quşun təzəyi baxın belə, quşları buraxmamışam. Daha quşun təzə düzəlib belə, baxın belə bir şey. Marağı nədir? Ay, duran bu yaşlı idi. İndi ağdır. Ağdır şeydir, əsl quşun təzəyi kimi. Sarımtıl. Nəsə sağ olun, salamat qalın. Bugünkü bu qədər, sabah bəlkə çəkdim, bəlkə çəkmədim. Sağ olun, salamat qalın. Video bəyənirsiniz, kanala abunə olmayı unutmursunuz.
gələn bölümlərdə görüşənədək. Əgər quş sağalsa, quşun sağlam formasını çəkəcəm, yəni quşlarımın içində çəkəcəm. Yox, əgər sağalmasa, o quşu görəməyəcək gələn videolarda. Sağ olun, salamat qalın. Bay bay.